Salam. Bugünkü mövzumuz ailə həkiminin təcrübəsində qan yaradıcı sistemdə simptomlara yanaşma. Burada olan simptomlar, sindromlar hər bir formalı elementə bağlıdır. Bu anemiyadır, eritrositlərə bağlı, leykositlərə bağlı, sitopeniyalar, leykemoid reaksiyalarla və hemoplazdozlardır. Və nəhayət trombositlərə bağlı hemostaz pozuntuları. Amma bu simptomlar, sindromlara keçmədən öncə mən gemoqramma haqqında danışmaq istəyərdim. Yəni, bizim qanın kliniki analizi hansı göstəriciləri burada var? O göstəricilərin normal dəyərləri və nəhayət bu göstəricilər aşağı və yuxarı dəyişəndə hansı patologiya haqqında bizə məlumat verir. İlk öncə formalı elementlərin özü haqqında. Yəni, biz əgər bir boruya, yəni probirkaya qanı alırıqsa, biz deməliyik ki, bu bütöv qandır. Bir müddət saxlayandan sonra qanın bir hissəsi çökür, yuxarıya daha açıq olan plazma çıxır. Qanın çöktüyü hissə formalı elementlərdən ibarətdir. Və baxaq görək, bu formalı elementlərin içində hansı, nə qədər, yəni dəyəri nə qədərdir? Söhbət gedir 1 kub milimetrdən, əgər leykositlərdirsə 4000-10000 arasıdır, qırmızı qan hüceyrələri, eritrositlər 4 milyon yarım, hardasa ortalama 70 kiloqramlıq insanda bu qədər olur. Daha aşağı kilosu olan və yaxud biraz yuxarı olan 5 milyon və 4 milyon arasında dəyişə bilər. Digər plateletlərdir. Bunların qan lövhəcikləri, bunların miqdarı 150.000-450.000 arasında dəyişir. Beləliklə, əgər biz formalı elementləri görürük və bu formalı elementləri nisbəti gedir bütöv qana, bütün probirkaya və sonra o rəqəmi biz vuracaqsa 100-ə, bunun adı hematokrit adlandırılır. Probirkada olan qanın bütöv səviyyəsini bölsək formalı elementlər səviyyəsinə, vursaq 100-ə alınır hematokrit və hematokritin dəyəri faizlə ölçülür. Kişilərdə 42-48, qadınlarda 36-42 arasında fərqlənir. Bundan başqa eritrositlərin ortalama hüceyrə həcmi də var. Biz burada onu görürük, MCV deyirik biz buna, min cell volume və həcm femtolitrlərlə ölçülür. Bu da bir standart rəqəmdir, 80-100 arasındadır. Normasit adlandırılır. Əgər 80-dan aşağıdırsa hüceyrələr, eritrositlər, bunlar mikrositoz. Əgər 100-ün üstündədirsə, buna makrositoz deyirik. İkinci göstərici MCH, ortalama hüceyrənin, hemoqlobinin miqdarı. Pikoqramdır ölçü vahidi, 28-34 arasında dəyişir. Və hemoqlobinin miqdarına görə biz bilirik ki, eritrositlərin tərkibində olan hem molekulası, hemoqlobin və onun tərkib hissəsi hem, hemin tərkibində də dəmir var. Dəmir qanı qırmızı rəngə boyadığına görə MCH-ın aşağı düşməsi hipoxrom vəziyyətə, amma MCH-ın 34-ün yuxarısında olması hipoxrom vəziyyətdən bizə xəbər verir. Növbəti göstərici eritrositlərlə bağlı MCHC, yəni ortalama hüceyrənin hemoqlobinin konsentrasiyası. Bu rəqəm qram litrdən ölçülür, 32-36 arasıdır norma və müəyyən problemlərdə, mən irəlidə onu sizə göstərəcəm, burada bir sferotsitoz göstərilmişdi, halbuki
bir çox hallarda bu dəyişə bilir. Patologiya haqqında bizə xəbər verə bilir. MCHC-nin, yəni konsentrasiyasının miqdarı hemoqlobinin bir hüceyrədə, yəni onun nə qədər sıxlığını təşkil eləyir. Bu aşağı rəqəmi klinik praktikada elə bir əhəmiyyət kəsb etmir, amma 36 və növbəti 38 və daha yuxarı rəqəmlər müxtəlif patologiya haqqında xəbər verə bilir. Bunu biz daha irəlidə üstündə dayanacağıq. Növbəti göstərici burada gördüyünüz ADW, yəni hüceyrənin paylanması genişliyinə görə. Bunun özünün də iki deyək ki, yarım başlıqları var, yarım variantları var. Bunun da norması 11-15 arasıdır. Normadan yuxarıya doğru dəyişməsi bizə anizocitozdan xəbər verir. Nə deməkdir anizocitoz? Onu da irəlidə danışacağım. Və nəhayət növbəti bir göstərici də qırmızı qanla bağlı. Bu retikulyasitlərin sayıdır. Faizlə ölçülür. Retikulyatsit bizim sümük iliyində məlumdur ki, blast hüceyrələr, yəni eritroblastlarda bir nüvə var və hətta nüvə sitoplazmaya görə daha böyük həcm tutur. Amma get-gedə hüceyrələrin inkişafı ilə sümük iliyində sitlərə, eritrositlərə dönənə qədər retikulyatsit səviyyəsində bu eritrosidin öncəki hüceyrəsidir. Nüvəsini eritrosit seriyası itirir və retikulyatsit məhz həmən o hüceyrədir ki, o nüvəsini artıq itirmişdir. Normada qanda, periferik qanda 0,5, 1,5, maksimum 2%-ə qədər təşkil edir. Aşağı düşməsi retikulyasitopeniya, yuxarı qalxması isə retikulyasitoz kimi qələmə verilir. Və burada hematokritlə bağlı mən yenə dönmək istəyirəm. İkinci bir onun ölçmə formulası var. Bu, ümumi miqdarı eritrositlərin qanda vurulsun onların həcminə, MCV-yə və sonra bölünsün ona. Bu da bizdə həmən o hematokritin dəyərini vermiş olur. Burada MCHC demişdim sizə, üstündə dayanacağım. Bu da hansı hallardadır? Deməli, hemoqlobinin eritrositlərdə nə qədər yer tutduğu, yəni onun dolluğu, başqa sözlə desək, sıxlığını göstərən bir göstəricidir. Və yüksək olduqda biz düşünməliyik ilk növbədə sferotsitoz haqqında, sonra hər hansı bir böyük problemlər baş verə bilər. Ağır məsəl üçün susuzluq varsa, hipovolemiya. Orada da biz bunun sıxlığının yüksəlməsini görə bilərik. Bu baş verə bilər yanıqlarda da. Növbəti göstərici qırmızı qan hüceyrələrinin yayılmasını, yayğınlığını, genişliyinin yayğınlığının burada iki parametrə görə bu aparılır. Bir, onların diametri ayrıca. Bunun üçün var gördüyünüz CD olan, standart deviasyon, sapma olan bir göstərici. Bu femtolitrləri göstərir, yəni ortalama mikro və makrosit arasında 37-54-ə yaxın femtolitr olan fərq var. Bunu fərqi mən sizə başqa sözlə necə anlada bilərəm? Deyək ki, bizim sistolik və diastolik təzyiq arasında normada, sağlam adamda 20-nin üstündə və 50-nin arasında fərq olmalıdır. 20-nin altına düşsə də fərq, deyək ki, 120-100 yaxud da 120-110 yaxud da 50-nin üstündə, deyək ki, sistolik olsun 120, diastolik olsun 60. Burada görürsünüz ki, 50-dən fərq
yuxarıdır 50 dəyərdən. Bax, belə şeylər yalnız patologiyadan bizə xəbər verir. Yəni, bu norma deyil. Eynilikdə burada, yəni kiçik hüceyrə ilə, mikrositlə, normosit arasında, yaxud normosit ilə makrosit arasında fərq 37-54-ün üstünə keçməməlidir, diametr ölçüləri. Amma əgər bunun üstündədirsə, artıq biz düşünürük burada patologiyanı. Və növbəti bir variantı CV olaraq, variantın koeffisiyenti olaraq, variasiya əmsalı, bayaq demişdim mən bu rəqəmi, bu faizlə ölçülür. 11 yaxud 11 yarım, 14 yarım yaxud 15 arasında faiz olaraq dəyişir. Yüksək səbəbləri ola bilər bunun, müxtəlif patologiyalara bağlı ola bilər və növbəti burada da mən sizə göstərirəm, tək başına deyil, yəni tək başına kliniki əhəmiyyət o qədər daşımır, amma MCV ilə yanaşı problem varsa, biz burada müxtəlif problemləri düşünə bilərik. Məsəl üçün, MCV aşağıdır, amma IEW göstəricisi, yəni paylanması eritrositlərin yüksəlir, 15%-in üstündədir. Bu bizə xəbər verir dəmir defisitli anemiya haqqında, yaxud bir gemolitik anemiya haqqında verə bilər. Yaxud bu bizə xəbər verə bilər qanaxma haqqında məlumat. O zaman biz müşahidə edirik mikrositar hipoxrom anemiyanı və genişlənmə orada böyükdür. Çünki çox sayda, yəni qanda anisitoz müşahidə olunur. Yəni çox sayda mikrositlər var, normatitlərlə yanaşı. Amma eyniliklə MCV aşağıdır, yəni bu bizə xəbər verir, MCV-nin aşağı olması mikrositar anemiyalar haqqında. Növbəti mikrositar anemiyaların içində, yəni ən sıx rast gələn dəmir çatışmazlığı anemiyası, amma Azərbaycanda ikinci yerdə dəmir defisitli anemiyadan sonra talasemiyalar var. Və talasemiyalarda da MCV aşağıdır, amma biz eritrositlərin paylanmasına baxsaq, görəcəyik ki, o normadır. Bununla, məsəl üçün, beta talasemiyanı dəmir defisitli anemiyadan diferensiyasiya etmək olar. Beta talasemiyalarda var minor beta talasemiya, yəni kiçik beta talasemiyada ona başqa sinonim talasemiya daşıyıcısı, beta talasemiya daşıyıcısı da deyirlər. O çox bənzər klinik olaraq şikayətləri dəmir defisitli anemiya, yəni xəstələrdə yorğunluq, halsızlıq, baş gicəllənmə, rənglərində obyektiv müayinədə sarılıq da hətta müşahidə oluna bilər, rəngsizlik də, solğunluq da müşahidə oluna bilər. Ürək döyüntülərinin takikardiya tapıla bilər, aşkarlana bilər və belə bir durumda biz əgər normal qanın kliniki analizini aparırıqsa və orada həm hemoqlobinin aşağı olmağını görürük, həm MCV dəyəri aşağıdır, həm MCH dəyəri aşağıdır, o zaman biz IDW-ya baxırıq. Əgər o böyükdürsə, bu dəmir defisitli anemiyanın xeyrinədir. Yox, o norma arasında qalırsa, bu beta talasemiyanın xeyrinədir. Sonra biz görə bilərik MCV-nin yüksəlməsinin. Bu bizə nəyi göstərir? Bu bizə artıq makrosit haqqında, makrositoz haqqında xəbər verir. Makrosit anemiyaları özləri dəyişkən olur. İki növü var onun. Bir var megaloblast makrositar anemiya, var qeyri-megaloblast makrositar anemiya. Əgər biz megaloblast anemiya haqqında danışırıqsa, makrositar megaloblast anemiya, bura bilirik ki, daxildir həm vitamin B12 çatışmazlığı, həm fol turşusu çatışmazlığı anemiyaları. Və orada MCV yüksəkdir. Eyni vaxtda RDW da yüksəkdir. Nədən yüksəkdir? Çünki burada dəmir B12 vitamini və fol turşusu çatışmazlığında bizdə meydana gemoliz gəlir
Gemoliz həm ekstravaskulyar gemolizdir, yəni dalaqda 120 gündən əvvəl baş verir. Eritrositlərin parçalanması onların makrosit formasında olduğuna görə həm də sümük iliyində gedir və yetişən hüceyrələr mikrosit formasında da yetişirlər deyə tez qana atılırlar və eyni vaxtda makrositlər var, DNK-ları pozulmuş hüceyrələr və bunların periferik qanda çoxlu sayda müşahidə olmasına görə bizdə RDW, yəni anisitoz müşahidə olunur. O göstərici yüksəlir. Amma MCV, yəni normatitlərdən söhbət gedirsə, normatit anemiyaların içində ayrıca qarışıq anemiya haqqında demək lazımdır. Yəni nə deməkdir qarışıq anemiya? Bizim xəstələrdə eyni vaxtda həm bir xroniki xəstəlik var, təbii ki, xroniki xəstəlik anemiyaları deyilən bir məhvum var və bu xroniki xəstəlik anemiyasında erkən başlayanda orada normatit olur. Amma irəlidə daha irələmiş, progressivləşmiş hallarda burada mikrositar anemiya meydana gəlir. Yəni MCV-si azalır. Amma hal-hazırda biz MCV-ni normal görürüksə, bu bir qarışıq anemiya, hansısa bir xroniki xəstəlik anemiyası var və onunla yanaşı bir dəmir defisitli anemiya da var. Burada artıq yaxud da talasemiya var. Belə durumlarda biz görə bilərik anisitoz müşahidə oluna bilər. Növbəti bir göstəricimiz də var. Bu artıq trombositlərlə bağlıdır. Trombositlərin böyük hüceyrəsi, böyük trombositlər hüceyrəsinin payı. Bu da bu göstərici, yəni PACA. Bu bizdə tezə, yeni olan gənc trombositlərin faizini göstərir. Normal dəyəri 15-35%-dir. Amma bu yüksələ bilər. Hansı zaman? Əgər trombositlərdə, trombosit göstəricisində, dəyərində azalma var. Məsəl üçün, trombositopeniya, idiopatik trombositopeniyalarda bu müşahidə oluna bilər. Biz bilirik ki, orada onun iki forması var. İdiopatik trombositopenik purpuranın özündə bir var, onun kəskin forması uşaqlarda müşahidə olunur. Məsəl üçün, P event sonrası, hansısa bir keçirilmiş hava damcı infeksiyası sonrası uşaqlarda bu meydana gələ bilir, amma trombositlərin yəni orada miqdarı sayı azalır. Yəni normada biz bilirik ki, aşağı həddi 150 mindirsə, hardasa bu düşür 50-nin altına, 50 minin altına. Təbii ki, öz klinikası var bunun, petekiyalar, ekimozlar, qanaxmaların durmaması, qanaxma zamanının uzanması. Amma fakt odur ki, burada biz görə bilərik PLCA-nın yüksəlməsini. Bir də ola bilər xroniki, o böyüklərdə daha çox müşahidə olunur və o xəstəlik artıq xroniki durumdur və uşaqlardakı kimi bərpa olunmur. Kəskin qan itirilməsi sonrası bərpa dövrü bu bütün qan formalı elementlərin azalması kimi trombositlərin də azalması olur deyə sümük iliyində trombositlərin sayı, gənc trombositlərin sintezinin sayı çoxalır və ona görə də bu göstərici yüksəlir. Dəmir çatışmazlığı anemiyasında da meydana gələ bilər. Bir növ kompensə etmək üçün, yəni qanımızda belə bir şey var. Formalı elementlərin miqdarı eritrositlərin azaldıqda trombositlərin miqdarı çoxalır və qanın duruluğunu kompensə etmək niyyəti ilə. Trombosit istehsalının artması. Aşağı nə zaman ola bilər? Təbii ki, ilk növbədə aplastik anemiyalarda. Aplastik anemiyalarda biz görürük ümumi həm eritrositlərin sayının azalmasının, həm trombositlərin, həm leykositlərin sayının azalması. Eyni zamanda bu göstəricinin də, yəni gənc trombositlərin sintezinin də azalması müşahidə olunur. Və kimyaterapiya və şua terapiyası sonra da bunu biz görə bilərik. Burada mən şəkildə sizə
eritrositlərin anizositozunu təqdim eləməyə şəkillər qoymuşam. Burada görürsünüz, birincidə rəqəm 6,9-un altındadır. Yəni bu normadır. 11, 14, yəni bu normadır və burada daha doğrusu 11, 15 normadır, amma burada normanın aşağısıdır. Bu da nəyin xəbərdarıdır? Bu göstərir ki, bir periferik qanda bütün hüceyrələr demək olar ki, bir-birinə bərabərdir. Yəni bu da normal deyil. Niyə? 11-in altında olması bu xəbər verir müxtəlif patologiyalar haqqında. Periferik qanda normada bizdə 11-15 arasındadır. Normada həm normatitlər var, həm mikrositlər var. Amma əgər periferik qanda yalnız mikrositlərdirsə, yaxud yalnız makrositlərdirsə, bu bizə müəyyən fərqli patologiyalardan xəbər verir. Ortadakı gördüyünüz şəkildə 8-12 arası normaya yaxındır. Yəni bizdə 11-in üstündədir və bu ortalama hardasa bizim periferik qanda hüceyrələr həm mikrositlər var, həm normasitlər var. Və 12-nin üstündədir bu. Yəni patolojiyaya yaxınlıq. Bu o deməkdir ki, daha çox burada müşahidə olunur mikrositlər, normasitlərlə yanaşı. Bu da anizositozun xəbərdarlığıdır. Anemiyaların özünə gəldikdə, anemiya nədir? Orqanizmdə dəmirin daxil olmasının, mənimsənilməsinin pozulması və ya patoloji itirilməsinin nəticəsində hemoqlobinin miqdarının, əksər halda eritrositlərin də miqdarının azalması ilə müşahidə edilən klinik sindromdur. Beləliklə, hemoqlobin dəyərləri. Burada hər yaş qrupu üçün, bir də əlavə qadın, hamilə olmayan və hamilələr üçün, bir də kişilər üçün rəqəmlər verilmişdir. Rəqəmlər qram litrədir və 11 tam, gördüyünüz kimi, bu uşaqlarda 6 ay, 5 yaş arasıdır. Onun altında, yəni bu dəyərlər, bu rəqəmlərin, burada göstəriləcək olan rəqəmlərin altına düşdükdə, biz bunları qəbul edirik anemiya kimi. Biz anemiyalara baxsaq, XBT ona görə anemiyaların klasifikasiyası baş verən patogenezə görə bağlıdır. Amma bundan başqa klinik praktikada başqa göstəricilərə də əsaslanaraq nozologiyanı hesablamaq olar. Məsəl üçün, MCV göstəricisini mən bayaq sizə təqdim etmişdim. Yəni, onun rəqəmi 80-100 arası normadır. 80-ın altında olanda mikrositlər anemiyalar meydana gəlir. Bura ən sıx dünyada və Azərbaycanda ən sıx görülən dəmir defisitli anemiya daxildir. Sonra xroniki xəstəlik anemiyası, mən bunu vurğulayım ki, bu gec mərhələsidir, yəni erkən mərhələdə normositar anemiya müşahidə olunur. Talasemiyalar mikrositar anemiya kimi özünü təqdim edir. Sideroblastik anemiya. Burada yazılmayıb, amma əlavə mən onu da demək istəyərdim. Mikrositar anemiya ola bilir. Vitamin B6 çatışmazlığında, insanlarda mis çatışmayanda, yaxud da alüminiy, qurğuşun çox olanda qanda. Bu problemlərdə də mikrositar anemiya meydana gəlir. O ki, qaldı makrositar anemiyalara, mən sizə bundan öncə danışdım. Orada iki növü var, megaloblast və qeyri-megaloblast. Və megaloblast anemiyalar içində ayrıca vurğuladıq B12 vitamini və fol turşusu çatışmazlığı ilə bağlı. Amma qeyri-megaloblastik anemiyalar, makrositar anemiyalar içində qaraciyər xəstəliklərinə bağlı olaraq, hipotiroidizmə bağlı olaraq, aplastik anemiya bağlı olaraq meydana gələ bilir. Digər
anemiyalar. Məsəl üçün leykozlarda biz bilirik ki, bütün formalı elementlərdə azalma müşahidə olunur. Başlayaraq artıq mielodisplastik sindromdan və irəlidə leykozlarda həm trombositlərdə azalma olur, həm leykositlərdə, həm də ki, yəni yetişmiş leykositlərdə, çünki orada blast və yaxud kəskin hallarda, kəskin leykozlarda və xroniki leykozlarda tam yetişməmiş, amma daha irəli seriyaları sümüklüyündə olan leykosit seriyalarında yəni onların çoxalması müşahidə olunur. Və nəhayət anemiyalarda müşahidə olunur leykozlarda. Və normositar anemiya, bir də hələ gemolitik anemiyalarda da biz müşahidə eləyə bilərik. Bundan başqa patofizioloji təsnifat da ola bilər. Müxtəlif burada gördüyünüz kimi sümük iliyində hemoqlobin sintezin pozulması, eritrositlərin yetişməsinin pozulması, eritrositlərin itkisi, eritrositlərin dağılması nəticəsində yaranan anemiya, MCH rəng göstəricisi deyilən bir göstərici var idi. Bugün o daha çox MCH-la əvəz olunmuşdu və demişdim sizə, bu hipoxrom, normoxrom və hiperxrom anemiyalara səbəb olur. Hipoxrom mikrositar anemiyalar içindədir. Bu dəmir defisitli talasemiya və xroniki xəstəlik anemiyası. Normoxrom, gemolitik anemiyalar, sümük iliyində hansısa bir leykozlar və aplastik anemiya, hiperxrom, mielodisplastik sindrom, B12 və fol turşusu defisitində olur. Bir də hələ kliniki təsnifat var. Bu da hemoqlobinin dəyərlərinin azalmasına. Əgər hemoqlobinin dəyərləri 90-dan aşağı düşməmişsə, yəni 11 artıq normasına baxır da. Məsəl üçün hamilələrdə 11, 110-dur, 110-dan 90-a qədər enirsə, bu yüngüldür. Orta 90-70 arası artıq 70-ə qədər və ağır 70-in altında. Onu da deyim ki, mikrositar anemiyaların içində ən ağır kliniki hemoqlobinin azlığı müşahidə olunur sideroblastik anemiyalarda. Klinika ümumi anemiyalardan danışırıqsa, baş gicəllənmə, qulaqlarda küy, baş ağrısı, tez yorulma, yəni qeyri-spesifik bir şeydir. Ümumi bütün anemiyalara xasdır bu. Bəzi şeylər ola bilər ayrıca dəmir defisitində, bəzi şeylər yalnız talasemiyalarda, yaxud hansısa gemolitik anemiyalarda. Burada olan klinikada mən qeyri-spesifik anemiyanın əlamətlərini göstərirəm. Daha obyektiv müayinə zamanı döş qəfəsində, əllərdə, yaxud da splenomeqaliyanın müşahidə olmasını vurğulaya bilərik. Müxtəlif, görürsünüz, mən orada möhtəzədə almışam, müxtəlif patologiyalarda, anemiyalarda müxtəlif dəyişikliklər müşahidə oluna bilir. Dəridə və görünən serikli qişalarda olan dəyişikliklər, burada şəkillərdə siz onu görürsünüz. Artıq növbəti leksiyamızda, mühazirəmizdə inşallah mən başqa məsələlərə ayrıca toxunacağam. Yəni, bu bir başlanıcıqdır. Mən bugün sizə yalnız giriş gemoqrammanı danışdım və bir qədər klinikasını və obyektiv müayinəsini anemiyaların ümumi. Amma irəlidə, növbəti mühazirələrimizdə mən başqa anemiyalar haqqında və gemopoezlə bağlı, yəni leykozlar və başqa bir leykositlərlə bağlı patologiyaları və gemostazla bağlı problemləri, trombositlərə bağlı olan problemləri ayrıca danışacağam. Diqqətinizə görə təşəkkür edirəm.